Deməli, həqiqi ədədlərdə 60-cı suala baxaq. Hansı ədəd irrasionaldır? İrrasional ədəd bilirik ki, kök işarəsi altından çıxa bilməyən ədəddir. Hər variantı bir-bir təhlil edirik. A variantında yazılıb ki, 5 kökün altında 2-nin kvadratı. Yəni bu o deməkdir ki, həm 5-in kvadratı, həm də ayrılıqda kökün altında 2-nin kvadratı. 5-in kvadratı bizə 25 verəcək, kökdə 2-nin kvadratında isə 2. Cavabımız oldu 50. 50 nədir? Rasional ədəddir. Rasional ədədimiz B hərfi. B variantına baxırıq. Kökün altında 20 bölünsün kökün altında 5. Biz bilirik ki, nisbətin kök altında olduqda nisbəti biz ümumi kökün altında yaza bilərik. 20 bölünsün 5, yəni 20-nin 5-ə nisbəti 4-dür. Bəli, oradan da 2 çıxdı. Bu da rasionaldır. Gəldik C variantına. Kökün altında 5 bölünsün kökün altında 20. Burada necə olacaq? Burada da yenə bayaqki kimi ümumi kökün altında yaza bilərik ki, 5 bölünsün 20. 4-də 1 oldu. 4-də 1-dən nə çıxacaq kökün altından? Bəli, oldu cavabımız 2-də 1. D variantına baxırıq. Kökün altında 20 çıxılsın kökün altında 5. 20 nədir? Baxın, 4 vurulsun 5-dir də. Çıxılsın kökdə 5-i də yazıram. 4-dən 2 çıxacaq, 5-dən heç nə çıxmayacaq. Yəni 2 kökdə 5 çıxılsın kökdə 5. O da oldu 1 dənə kökdə 5. Bu oldu irrasional. Bax, bu oldu irrasional. Amma mən Y variantını yenə yoxlamaq istəyirəm. Çünki Y variantında da fərq var. Fərq bəzən bizi çaşdıra bilər. Deməli, kökün altında 20-ni biz burada gördük ki, 4 kökdə 5 yazdıq. 4 kökdə 5-dən də 4-dən 2 çıxdı. Oldu 2 kökdə 5. Və burada da yazıram 2 kök altında 5 çıxılsın 2 kök altında 5. Baxın, bu 0 oldu. Bu ona görə rasionaldır. Aydındır? Deməli, bir dənə D variantımız oldu ki, irrasional ədəd oldu. O bir variant testlərə də baxa bilərik. Baxın, burada elə kökün altında 18-i 2-yə böləndə 9 eləyəcək. 9-dan 3 çıxır. Bu oldu rasional. 2-ni 8-ə vururuq kökün altında olur 16. 16-dan 4 çıxır. Bu 8 olacaq 4 vur 2. 4-dən 2 çıxacaq. 2 kökdə 2-dən 2 kökdə 2 çıxır. 0 rasional. Köklə kvadrat gedəcək burada. Oldu 3 rasional. Bir də bax, burada ikinci dərəcədən kökdür. Burada mı üçüncü dərəcədən qüvvətdir. Ona görə bu irrasional olacaq.